mən məsəl üçün müayinə siyahısındaykən beynim belə işləyir. Simptom axtarıram ki, diaqnoz qoyum. Çünki diaqnoz qoymaq üçün kriteriyalar var. Yəni diaqnozu keyfi qoymuruq da. Bu xəstəliyin Keyfi əlamət qoymayıb necə qoyursunuz? Yəni elə olmur ki, doktor, gəldi pasiyent, gəldi oturdu, biraz danışdı. Siz də belə keyfinizdən keçdi ki, mən düşünürəm ki, səndə depressiyadır. Yəni bu belə olmur bu. Qətiyyən. Yəni depressiyanın 11 dənə kriteriyası var. Bunların 3-ü majordur, 8-i minordur. Yəni ən az bir major kriteriya, 3 dənə minor kriteriya və yaxud da 2 dənə major kriteriya, 1 dənə minor kriteriya. Yəni bunlar olması lazımdır ki, biz ona depressiya deyək. Və xəstənin həqiqətən bəzən ifadə etdiyi sözlər, məsəl üçün çox gəlir ki, məndə panik atak var. Bu sözlə gəlirlər. Sonrasında baxırsan ki, anksiyete dediyimiz o təşvişi panik atak. Amma panik atak başqa bir şəkildə istiqamətdə gedir. Mən eyni şeyi bu haqqında da deyərdim ki, bu xəstəliklərin diaqnostikasında biz bəzən çox da dəqiqləşdirməli oluruq. Məsəl üçün sən də yəqin ki, onlarla qarşılaşmısan. Şizo-obsessiv formalar olur ki, müəyyən bir düşüncədir, takıntılı bir düşüncədir. Bunun obsessiyamı, yoxsa ki, psixotik bir düşüncəmi, paranoid bir düşüncəmi? Bunu ayırd etmək üçün biz xəstəni çoxlu sorğulamalı oluruq. Yəni öz düşüncəsi haqqında xəstənin fikri, bu düşüncənin davranışa keçməsi, bu düşüncədən sonra hansı davranışlar edir? Məsəl üçün bir obsessiv düşüncədir, ağlına gəlir, xəstə deyir ki, mən özüm də başa düşürəm ki, bu mənasız bir düşüncədir, amma özümdən qova bilmirəm. Amma bəzən belə olanda məsəl üçün rahatlama ritualları edirlər və yaxud da gedib valideynlərinə soruşurlar, elədir, belədir. Elədim, eləmədim kimi rahatlama davranışları axtarırlar. Amma bəzən elə olur ki, ağlıma bu şübhə düşür, mənə elə gəlir ki, insanlar mənə baxırlar, mənim haqqımda danışırlar və yaxud da mənə söyüş söydülər. Nə fikirləşibsə bu haqda? Başa düşürəm ki, mənə söyməzlər, amma o sırada da inanıram. Neçə faiz inanırsınız? 70% inanıram. Yəni ki, bir tərəfdən həm bir fərqindəlik var, bir tərəfdən də psixotik düşüncə o sırada çox aktivdir. Yəni ki, hər zaman diaqnostika, yəni kitabda yazıldığı kimi pure deyirik də, təmiz, saf bir şəkildə gəlmir, qaçışıq şəkillərdə də gəlir. Ona görə diaqnostika çox vacib bir şeydir.